Salam, değerli izleyicilerimiz. Sizleri Qobustan rayonundan İgid Qəhrəman bir oğlun ev muzeyindən salamlayırıq. O oğul ki, 44 günlük haqq savaşında Ali Baş Komandanın səsinə səs verərək, ətrafında dəmir yumruq kimi birləşərək vətən torpaqlarının müdafiəsinə qalxdı. Vətən darda olan zaman, vətən məni səsləyir deyə. Ana qucağından isti vətən torpağını seçdi mənim qəhrəmanım şəhid Hacıyev Sərxan Eldaroğlu. Bugün özümüzə borc bildik. Sərxanın ailəsini ziyarət etməyi. Mənimlə birlikdə vətənsevər xeyriyyəçi xanım Leyla xanım Əhmədova və şəhid İlqar Əhmədovun anası Leyla xanım Əhmədovadır. Biz bugün istedik ki, xalqımız zəfər günlərini yaşayır, zəfəri yaşayır. Sərxana deməyə gəldik. Zəfərin mübarək olsun, qəhrəman şəhidim. Qələbən mübarək olsun, qələbə müjdəli şəhidim. Bu zəfər sizin zəfərinizdir. Bu qələbə sizin qələbənizdir. Qələbəni bizə yaşatmaq üçün öz şirin canınızı düşmən gülləsinə sipər etdiniz. Bugün istedik ki, sizlərə biz bu ailədə bir neçə dəfə olmuşuq. Elə umayan ayla bir-iki kəlmə bu zəfərlə bağlı, qələbə ilə bağlı öz ürək sözlərinizi xalqımıza çatdırasınız, Sərxanın dilindən çatdırasınız. Əvvəla xoş gəlmisiniz. Hamınıza minnətdaram ki, Allah köməyiniz olsun, Allah razı olsun. Bu zəfər günü, bu qələbə günü biz şəhid ailələri üçün həmin kədərlə sevincin qarışdığı bir gündür. Bu günlər biz həm sevinirik, həm kədərlənirik. Kədərlənirik ki, biz 44 günə 3000 şəhid verdik. 3000 şəhidi ananın gözü yaşlı qaldı. 3000 şəhid başına qara yaylıq bağladı. Neçə min körpə hələ dünyaya gəlməmiş ata kəlməsinə həsrət qaldı. Məhz belə oğlanların sayəsində qələbə çalındı. Sevinirik ki, biz qalib olduq. Şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımız alındı. İndi Qarabağda, hər yerində Qarabağın, Azərbaycanın hər yerində bizim üç rəngli bayraqlarımız dalğalanır. Belə bir deyim var, deyirlər, şəhidlər ölməz, vətən bölünməz. Vətənimiz bölünmüşdü, parça-parça olmuşdu. Mənfur düşmənlərin ayağının altında, tapdağında qalmışdı. Onlar o torpağı bizə qaytardılar. Çox sağ olsun şəhidləri yaşadanlar. Şəhidlərə dəyər verənlər, Allah razı olsun, hamımızdan, Allah köməyiniz olsun. Hacı xanım, Kifayət xanım, Leyla xanım, Raziyə xanım, siz həmişə bizə dayaq olmuşsunuz, 5 ildə bizim arxamızda durmuşsunuz. Mən sizdən razıyam, Allah da sizdən razı olsun, Allahdan ölkəmizə əmin-amanlıq, şəhidlərimizə, öyle də onlar cənnətliklər, cənnət, rəhmət, qazilərimizə can sağlığı, ölkəmizə firavanlıq arzulayıram. Çox sağ olun, razıyam gəlməyinizə görə. Sizə təşəkkür edirik ki, bax belə bir qəhrəman oğul böyütmüşsünüz. Bax belə qürurla danışırsınız bu oğullar haqqında. Zəfəri belə qürurla qarşılayırsınız. Elə zəfər günlərimizdir. Mən deyərdim ki, Sərxan kimi igid oğullar, İlqar kimi oğulların qisaslarını aldılar. Kəşfiyyatçı İlqar Əhmədov 2002 ildə verilən tapşırığı yerinə getirərkən minaya düşərək şəhidlik zirvəsinə ucaldı bizim kəşfiyyatçı əskərimiz. Elə istəyirəm ki, zəfərlə bağlı o da sizin yanınıza gəlib bir-iki kəlmə Leyla ana da öz ürək sözlərini desin. Hepsi salamlayıram. Allah'ın salamı olsun. Bugün cümə günüdür. Allah cəmi dünyasını dəyişənlərə, dünyasını dəyişənlərə qəni-qəni rəhmət eləsin. Başda Sərxan balam olmaqla, Sərxanın ata ocağından, ana ocağından, cəmi dünyasını dəyişənlərə Allah qəni-qəni rəhmət eləsin. Zəfər bayramımız mübarək olsun. Allah şəhidlərimizi ruhşadırsın. Başda prezidentimiz olmaqla hər kəsi Zəfər bayramını təbrik edirəm. Allah hər kəsə can sağlığı versin. Bir daha bayramımız mübarək olsun. Çox sağ olun, təşəkkür edirik sizə. Və mən istəyirəm ki, Leyla xanım Əhmədova da bayramla bağlı bax, ürək sözlərini bizim izləyicilərimizə çatdırsın. Buyurun Leyla xanım. Mən ayaqda durub deyəcəm. Nə deyirəm, böyle vallahi Rəzə xanım, mən bugünkü günü buraya gəlmişəm Sərxanın ocağına.
Elə bir ziyarətə gəlmişəm. Həm sevinirəm, həm də qədərlənirəm. Sərxan bizim yaxın əziz qonşu olmuşuq. Biz onunla Gürcüstanda, Borçalda yaxın qonşu olmuşuq. Birinci kere də sizə təşəkkürümü bildirirəm ki, məni siz elə bilməmişdən gətirdiniz, mənə sürpriz elədiniz. Mən Nərgiz anayı görəndə həm sevindim, həm çox doğrudan doğurdum. Allah bütün şəhidlərimizin məkanında cənnət eləsin, ruhlarını şad eləsin. Onların sayəsində hər birimiz qürbət ildə yaşasaq da, hər birimizin alnımız açıq oldu, başımız dik oldu, dilimiz də uzun oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bizim Ali Baş Komandanımızı qorusun. Qızıl qələmlə bütün Azərbaycanı hər yerə tanıtdı, tarixə yazıldı. Əllərindən öpürəm şəhid analarını burada. Humayana, Leylana. Sizin əllərinizdən öpürəm. Qarşınızda baş əyirəm ki, siz belə igid oğullar böyütdünüz. Doğrudan çox çətin sizə baxanda mən dözə bilmirəm. Deyirəm, bu analar necə dözür? Yaqın dərd verən Allah dərmanını da verir. Ruhları şad olsun. Rəziyə xanım, sizə təşəkkürümü bildirirəm ki, hər zaman siz şəhidlərin adını anlırsınız, tanıdırsınız, kitablar yazırsınız əlinizin qələmi ilə, kitablar yazırsınız. O kitablar hər bir şeydən əzizdir, o əbədi qalır. Gələcək bizim gənclərimiz, bizim körpələrimiz, hər kitabları açdıqca bizim şəhidlərimizi tanıyıb verirlər. Elə igid oğullarımız olubdur. Sağ olun Nərgiz ana, sizin də başınız sağ olsun. Allah sizə səbir versin. Teşekkür ederim Leyla Hanım. Teşekkür ederim. Ve burada bizim ağ bir çayımız var. Ben onu niye sonra sakladım? İstedim ki bir iki kelime, çok yok, bir iki kelime kövrelmeden Serkanlı günlerden bir cümle de olsa bizim izleyicilerimize çattırsın. Nərgiz nənəmiz. Buyur nənə. Evvela siz hoş gelirsiniz onun yurduna, onun yaşadığı yere. Hoş gelirsiniz. Allah razı olsun. Sonsu da Serkan oynaya güle işten geldi, işten yürüye yürüye buraya çıktı. Ben ne bileyim o gidiyor, anası da vayeliyle işliydi doğru. Serkan'a söz demek bilmiyorum, hancerdim. Diyelim elem oldu bana, yol gider oldu bana. Ay Serkan, ya bu yolla gitme. Serkerim ölüp gedi oldu bana. Ne diyeyim, Serkan'dan her söz danışarım, her söz. Güzel anamız, güzel nənəmiz, bəli. Serkan kimi oğullar sərkərdəmizin ətrafında demir yumruq kimi birləşdilər. Serkan kimi oğullar vətənimizə qələbəni yaşatdılar. Ruhları şad olsun. Bugün biz Serkan kimi oğullarımızın hər biri ilə qürur duyuruq. Və Humayana, gördüyünüz bu demir yumruq simvoludur. Bunu sizə biz bayramınız mübarək deyərək İlqar Əhmədovun adından, şəhidimiz İlqar Əhmədovun adından sizə təqdim edirik. Leyla ananın sizə hədiyyəsidir. Mən sizə çox təşəkkür edirəm. Və elə İlqarlar, Serkanlar yumruq oldular bir-birlərinə. Başqa bölgələrdə bir səngəri, bir amal uğrunda döyüşdülər və şəhidlik zirvəsinə ucaldılar. Vətənimizə bu qələbəni yaşatdılar. Qələbə gününüz mübarək olsun deyərək İlqarın adından bax bu dəmir yumruq simvolunu Serkan Ev Muzeyinə təqdim edirik. Və Leyla xanım, sizin də hədiyyəniz var. Gəlib təqdim edin Humayanamıza. Gəlin. Təqdim etsin elə. Gördüyünüz bax bu medalyon bizim igid qəhrəman Serkanımızın rəsmi döyülmüş medalyondur. Bunu da Leyla xanım Əhmədova Zəfər günü münasibəti ilə sizə təqdim edir. Bayramınız mübarək olsun deyirik. Var olsun şanlı müzəffər Azərbaycan ordusu. Var olsun Ali Baş Komandanımız, var olsun dövlətimiz, dövlətçiliyimiz. Mən hər birinizə təşəkkür edirəm. İgid qəhrəman oğullarımızın ruhu qarşısında ehtiramla baş əyirəm. Çok sağ olun.